Salamünaleyküm. Bu günlərim Azərbaycanda tarix, mədəniyyət, multikulturalizm bu haqda müəyyən fikirlərimi paylaşacağım. Biraz da araşdırdığım mövzudur. Araşdırmaqla bərabər müəyyən yerlərə də gedib müşahidə etmişəm və görmüşəm nədir, nə deyil, fərqli yerlər, fərqli tarixi bölgələr. Ki, Azərbaycanda bu cəhətdən bir zənginliyin olduğunu düşünmürəm. Çox bir yer yoxdur gedəsi, yəni. Bir sahada bütün Bakıda görülməsi yerlər gəziliblər. Çünki İçəri şəhər xaricində çox da görüləsi bir yer açıq olduğunu düşünmürəm. İçəri şəhərdəki yerlər isə hamısı 100%, yəni nədir? Pullu yerlərdir. Bunu da anlayıram bir yerdə, amma müəyyən qədər, yəni. Çünki bu əgər bizim öz mədəniyyətimizdirsə, buna rahatla çata bilməyimizin lazım olduğunu düşünürəm, amma hər halda ki, çata bilmirik. Bunun xaricində rayonlarda da, məsələn, getdiyim yerlər olub, Qəbələ olub, Şəki olub. Şəkidə məsələn Xan Sarayıdır, yəni içərisi boş yerdir, çox da belə görüləsi deyildiyi qədər bir şey olduğunu düşünmürəm. Muzeydə fərqli yerlər var idi, belə fərqli ikonalar falan. Muzey daha görülməli idi, deyərdim. Bakıda isə İçəri şəhərdə bir çoxumuz getmişik, orada muzeylərdə əksəriyyətinə Şirvanşahlar Sarayıda əsas, Qazı Qalasıdır. Və yəni hamısı dediyim kimi, aslında orada Qazı Qalasıdır, Şirvanşahlar Sarayıdır. Onlara yəni pul verib girmək dəymədiyini düşündüm. Yəni çünki bu marketdən alınan bir çörək kimi olmalı deyil mənim fikrimə görə. Orada digər yerlərdə var idi, muzeylər falan. Məsələn, Tolerantlıq muzeyi vardı, oraya getmişdim. Oranın da girişi pulluydu, amma diqqətimi cəlb elədi. İçərisinin görüntüsü, parlaqlığı və qeyri səbəblərdən dolayı. Deməli, tələbələri üçün burada giriş 3 manat, vətəndaş üçün 6 manatdır. Bu muzey 2 il əvvəl noyabr ayında, yəni 2024-cü ildə Mehriban Əliyevanın təşəbbüsü ilə meydana gətirilmişdir. Adından da bilindiyi üzrə Tolerantlıq muzeyi, yəni İslamiyyət, Xristianlıq və Yahudilik ortaq dinin ortaq bir yerdə olan ikonalarından sərgiləndiyi bir yerdə, amma mən o yerdə bunu görmədim. Açığa bir tolerantlıq deyil, İslamiyyət yönümlü bir təşəbbüs gördüm orada. 80% yəni İslami ikonalar, Quran kitabı kimi şeylərdən, ikonalardan və kitablardan. Sonra burada əsas təşəbbüskarı olan Allah şükür Paşazadənin medalları, ondan sonra digər sertifikatları var idi. Allah şükür Paşazadə kimdir desəm, 1980-ci ildən etibarən Azərbaycanda Şeyxülislam olaraq fəaliyyət göstərən biridir. Şeyxülislam deyiləndə nədir? Yəni Şeyxülislam Şiə ruhani lideri kimi açıqlana bilər. Məsələn, 1823-cü ildən etibarən Rusiya təşəbbüslə qurulan qurumlar bu günə qədər gəlir və həmin dövrdən bu günə kimi 12 Şeyxülislamlı 11 müftümüz olmuşdur. Bayaq da dediyim kimi 80-ci ildən etibarən ömrünün sonuna qədər Allah şükür Paşazadə bu vəzifəni icra etmişdir.
O, deməli, vəzifələrə 1862-82-ci illərdə təyin olmuş. İkinci Aleksandr Romanov, deməli, Çarın kiçik qardaşı Mixail Aleksandr Romanovun burada danışınlığı olmuşdu ki, həmin dövrdə. O dövrdə müəyyən fəaliyyətlər icra olunmuş və 1872-ci ildə 40 il davam edəcək əsasnamə qəbul edilmişdir ki, Şia idarəsi ayrı, Sünni idarəsi ayrı olmaq şərti ilə. Sonra 1 sentyabr 1918-ci ildən etibarən bu qurumlar birləşdirilmiş. SSR dövründə də bu qurumlara çox ağır sanksiyalar icra edilmiş. Ta ki, 40-cı illərin 2-ci Dünya müharibəsində əhalinin ağır şəraitində müəyyən yüngülləşdirmələr icra edilmişdir deyərdim. Həm də politik cəhətdən bunun müəyyən dövlət üçün də, həmin dövr SSR üçün faydaları olduğundan dolayı. Sonra 1991-ci ildə təbii ki, Azərbaycan azad olduqdan sonra bu qurumlarda da bir çox azadlıqları tətbiq edilmiş və 1995-ci ildə Konstitusiyanın 12 noyabrda Konstitusiyanın referendum yolu ilə təsdiqindən sonra bu qurumlarda açıq aydın azadlığa, fəaliyyəti haqqında qanunlar təsbit edilmişdir. Dini etiqad azadlığı haqqında qanun 9-cu maddəsinin 1-ci bəndinə görə hazırdakı dini qurumlar fəaliyyət göstərir. Qanunun 2-ci maddəsinin 7-ci fəslində dini qurumların bu Qafqaz müsəlmanları cəmiyyətinə hesabat verməklə mükəlləf olduğu bildirilir. Bu şəkildə. Bundan başqa isə Şeyxülislam Alaşır Paşazadə haqqında başqa məlumatlar veriləcək olsa, 1993-cü ildə Qrodnoda Qafqaz müsəlmanları ali sədri seçilmişdir. 2009-cu ildə Moskvada təsis edilmiş Əbdəmi müsəlmanları Məşvərət Şurasının, həmçinin QMİ Qazilər Şurasının sədri olaraq seçilmişdir. Bu şəxs, zaten o Tolerantlıq muzeyində də onun təşəbbüsü ilə icra edilmiş fəaliyyətlər vardır. Hazırda tikilmiş bir çox məscidin inşaatı və bərpasında da onun təşəbbüsləri olunmuşdur. Eydər məscidi olsun, Əjdərbəy məscidi olsun. Kimi məscidlərdə də bir çox fəaliyyət olmuşdur. Həmçinin Təzəbir məscidi olsun. Bu şəkildə məlumat vermək olar. Bunun xaricində muzeyin daxilindəki ikonalar haqqında danışa bilərik bir miqdar. Burada ilk olaraq adı tolerantlıq olaraq getdiyinə görə, məsələn, xristiyanlığın, yahudiliyin geyimləri göstərilir ki, xristiyanlıqda məsələn gördüyümüz kimi protestan geyimi, katolik geyimi olaraq ayrılır bu geyimlər. Katolik geyimi daha sadə olaraq göstərilir. Yəni, tarixən də bu iki ayrı qol daima mübarizə və rəqabət içərisində olmuşdur. Xüsusən Konstantinopolun fəthində də bunu müşahidə edirik. Bunun xaricində bu dağ yəhudiləri geyimi olaraq adlanır. Qubada hazırda onların ayrı yaşadığı kəndi vardır. Yəni, dağ yəhudiləri deyə bilinən, onların birdə yaşadığı. Geyim çox da dağ yəhudisi geyiminə oxşamır. Biraz görəndə görmüşdüm. O muzey işçilərdə qəribə baxırsan ki, bu dağ yəhudisi geyimidir kimisindən. Halbuki yəni, bu dağ yəhudisi deyil, şəhər yəhudisi kimidir yəni. Qəribə insanlardır yəni. Muzey işçiləri məsələn tarix müəllimi falan vardı orada. Onun xaricində həm tarixi bitirmiş, həm biologiya bitirmiş bir xanım vardı. Onun anlatdıqları var idi. Çox da tatmin edici deyildi, amma anladırdılar yəni. Verdiyim pula deyildir otağa. Onun xaricində burada Alaşır Paşazadənin medallarıdır yəni.
öz qurduqları sədrliyin özlərinə verdikləri medallar, onlar bu şəkildə sertifikatları özü qrup sədrinin o qurumu özü də sərgiləyir. Medalları bu şəkildə bir sürü medal. Yəni, belə yəni, gedin desəm, mən də getməyin, yəni. Verdiyiniz pulu dəymir. Amma onun xaricində, yəni, görməli desək, məsələn, bu Quran görməyə dəyər, məsələn, Bambukdan hazırlanmış bu Quran. Məsələn, orada tarixi bitirmiş biologiyanın 2 universiteti bitirdiyini bildirən xanım danışır və çox savadsız danışır. Deyir, burada məsələn, Quranın hamısı qeyd olunur. Baxanda da görünür ki, yəni burada Quranın hamısı ola bilməzdir, yəni. Çünki qalın vərəqlərdir Bambukdan, yəni bir neçə cüz belə bəlkə ancaq sığar, yəni. Quran 600 səhifədir, yəni bu qədər də savadsız olmaz, yəni orada işləyən və 2 universitet bitirmiş xanım. Quranın açıqlanmasıdır və yəni görüşdə burada nə qədər Qurandan yazıldığı məlumdur, yəni. Nəysə, yəni. Torpilləşdilər. Məsələn, bu Kəbənin örtüyüdür. Allah şükür Paşa Dadiyə hədiyyə edilir. Ərəz dəyişdirildiyi müxtəlif ölkələrə paylanır bu örtük. Azərbaycanda da ona paylan verilmişdir. Yəni, dediyim kimi də adı tolerantlıqda əksəriyyətlə İslami yönümlü şeylərdir. Burada məsələn, bu Yahudi geyiminin papağıdır. Bu bildiyim qədərilə. Burada onun papağı, yəni bir şey var, orada göstərirdim onları. Məsələn, Tövrat var idi. Bu Tövrat evcil qurulmuş şəkildə idi. Bu da onun qoyulduğu qab idi. Bu, məsələn, bildiyim qədərilə katolik xatı bu şəkildə, pravoslav xatı bu şəkildədir. Yan hissədə olur. Pravoslav xatında, katolik xatında bu olmur. Onu çəkməmişdim ondan. Bu, yenə da Yahudisinin örtüyü. Bu şəkildə, yəni bu İsa Məsih motivləridir. Haqqında məlumat deyəndə məlumat verməyi belə demirlər. Məsələn, mənə desəydilər qapanış vaxtında mən bu vaxt girər miydim, bilmirəm, yəni. Mühafizə ilə biraz Allah'da atsa, yəni muzeyin bağlanmasına yarım saat olduğunu mən ödəniş edib girdikdən sonra öyrənmişdim. Nəysə, bu da yenə İsa Məsih haqqında mitologiyadır, yəni. Orada açıqlama verən xanım çox savadsız idi. Bildikləri məlumatların 2 qatını mən özüm araşdırıb öyrənərdim, yəni. Bu şəkildə idi, yəni. Bu şəkillərdə miniatür muzeyi göstərir ki, bura giriş pulsuzda, yəni hər şəhərdədir, bura yaxın yerdədir, tolerantlık muzeyinə. Fərqli ölkələrdə Pushkin ədəbiyyatıdır, digər ədəbiyyatlarda Azərbaycan ədəbiyyatı görürük burada, məsələn. Sonra dini kitablardır, Quran kitablardır, miniatür halda hazırlanmışdır, qeyd olunur. Yəni, çox bir şey ifadə etmir, amma onsuz da pulsuzdur, girib baxa bilərsiniz. Bu şəkildədir. Aslında tarixi, kültürel mədəniyyətimizin çox zəngin olduğunu düşünmürəm. Olanlara da giriş məhdudiyyətinin bu səviyyədə olması çox da sevindirici bir durum deyil. Məsələn, araşdıranda Türkiyədə o qədər tarixi, kültürel yerlərə simvolik ücrətlər alınır. Məsələn, illik orada kartlar hazırlanır, tələbələrə 100 lira, bizdə 5-4 manat kimi bir qiymət, vətəndaşlara 200 lira, bizdə 8-9 manat kimi bir şeydir. Yəni, bizdə bir qız qalasına girmək üçün o pulun verilməsi və bu çox da etik deyil, açıqcası, bilmirəm. Amma yenə də bu şəkildədir. Tarixdən adam soğuyur bunları görəndə, amma öz şəxsi maraqları ilə araşdıranlar yenə gedib baxır, o pulları verir. Bu şəkildə anladacaqlarım. Bura qədər dinlədiyiniz üçün təşəkkürlər. Kanala abunə olmağı, yorum yazmağı, videomu bəyənməyi unutmayın. Sağ olun.